Salam, hörmətli kanal izləyicilərimiz, Günəsimə Masalar qəsəbinin çox belə təcili satılan, belə əlim yandı da, yəni əlim yandan o tərəfə yoxdur. Torpaq qiymətini demək olar, burada torpağın sotu demək olar ki, harasa bir 25-30 min manat civarındadır. Yəni rahat 25-30 min manat civarındadır. Yəni istəyə görə bu torpağı da sata bilərsiniz, əlavə sata bilərsiniz, alıcının üstəyin nasıldır. Yəni görəsə hamısı villalarda hörmətli kanal izləyicilərimiz. Burada gözəl bir setkası var. Baxa bilərsiniz. Çox mükəmməldir. Bu tərəfində gələn də kladovkasıdır və burada həyat üçün nəzərdə tutulmuş sanitar qovşağıdır. Düzdür, VSB-də qoyulub, işlətmirlər. Burada şam ağacları, sağ tərəfində şam ağacları, yəni güllər hamısı kəsilib. Çox səliqəli saxlanılır. Evimiz gördüyümüz kimi avalidir, həm balkonları, həm fərqli bir dizayndadır. Ümumilikdə 9 otaqdan ibarətdir. 8 torpaq sahəsinin üzərində inşa olunub. Buradan da görürsünüz, tam etlər döşənilib. Evin kürsüsü ağlarla işlənilib, pəncərənin qırağı ağlarla işlənilib. Burada əlavə su çənidir. Və burada arxa tərəfdə kombo otağıdır, katen sistemidir. Görə bilərsiniz, katen sistemi hörmətli kanallarımız. Əslində bu evimizi 500 manat civarında qiymətləndirib təcili satılmağını istəyirdilər. Soruşdum ki, endirimi nə qədər olacaq? Dedi, çox güclü endirimi olacaq. Dedim, nə qədər? Dedi, 50 min, 70 min. Dedim, daha bu evi daha 500 min niyə qoyaq ki? Elə ondan sonra bu evimizi qoyaq. 420 minə, 422 minə qoyaq. Real alıcı yəni endirim eləyərsiniz də. Cüzü də olsa endirim eləyərsiniz. Evimizin sol tərəfində isə yay mətbəxidir. Həm qaraç, həm yay mətbəxidir. Hörmətli, bax, belə bir gözəllikdədir evimiz. Görə bilərsiniz. Burada yay mətbəxi. Bütün pəncərələr açılır. Bura mətbəx və burada oturub durmaq üçün hörmətli kanal izləyicilərimiz. Burada əlavə olaraq bir dənə də multisistem jaruslar qaracı var ki, 2 dənə maşının arasına daxil olur. Multisistem yəni də burada darvasıdır, həyət üçün hörmətli kanal izləyicilərimiz. Evimiz çox mükəmməl evdir. Sənədləri birbaşına tərəqədə alıq-satqıdır, kupçadır. Evimizin içinə inşallah ev olmayan insanlar Allah Teala belə gözəl evlər qismət etsin. Kanalımıza abunə olmayı, video beğenmeyi unutmayın. Evimizin bax geniş belə bir gözəl bir foyesi var. Yəni bir daha xatırladım ki, evimizin içi çölündən daha çox gözəldir. Sağda paltar asmaq üçün, ayaqqabı qoymaq üçün fərqi yoxdur. Qardırobdur. Və burada isə evimizin padvanla düşmək yeridir. Burada ki, yəni maşallah hər şey gəlinəb olunada burada bankara, bunkara üçün əlavə yerdə saxlanılıb burada. Bilərsiniz, hörmətli kanal izləyicilərimiz, evimiz manat betonla inşa olunub. Burada isə evimizin sanitar qovşağıdır padvalında. Tərəfində mətbəxdir və mətbəxdən səbəb burada bir nədə oturmaq üçün, durmaq üçün yenə də əlavə otaq burada sağda mövcuddur. Burada isə evimizin qonaq otağıdır. Qonaq otağı da mükəmməldir. Və xatırladım ki, evimizdə nə əşya görsə, bütün bax, kresto divanlarda hamısı baxalı əşyalardır. Nə əşya görsə, hamısı evimiz içində qalacaq. Bir də ikinci mərtəbə palatdan parketdir. Evimizin hündürlüyü 3 metr 10 santıdır. Bütün otaqlarda kondisioner mövcuddur. Burada otağımız isə kompüter otağı, iş otağıdır. Oranı tam çəkib sizə göstərməyəcəm. İkinci mərtəbəmizdə qalxan pilləkəndir və burada isə evimizin sanitar qovşağıdır və yeri istif olundan təsis olunub. Yuxarı sasma tavandır. Burada belə bir gözəl bir güzgüsüdür. Və mətbəximiz. Mətbəximiz demək olar ki, qonaq otağından da böyükdür. Bax, belə bir gözəl bir mətbəx buradadır. Mətbəx tərəfi kabel metalına işlənilib. Bunlar hamısı gördüyünüz mebel, hamısı qoz ağacı ilə hörmətli kanallarım. Burada da mətbəxdə nə gördünüzsə, hamısı evimiz içində qalacaq. Bu mətbəxdən də ayrıca əlavə olaraq burada oturub durmaq üçün, yəni nahar etmək üçün, bax, burada da belə bir gözəl bir otaq da burada mövcuddur. Pəncərəsi birbaşa öz həyətinə baxır. Bax, qalxırıq ikinci mərtəbəsindən mən danışım. İkinci mərtəbəndə pilləkənlər çox rahat pilləkənlərdir. Həm aval, həm də geniş pilləkənlərdir. Bir də xatırladım, burada torpağı 8 sotdur, 9 otaqdan ibarətdir. Onun 2 mərtəbədir. Hər mərtəbəsi manat beton və 4 dövrəmə kolonla inşa olunub. Evimiz təcil olaraq bir də xatırladım ki, 418 min manata təcil olaraq satılır. Ev yiyəsi 500 min manat dedik satıram. Amma dedim ki, təcili satılsa daha da qiymətli endirim edək. Real azlar yəni də endirim də olacaq. Bir daha mən sizə evimizin ikinci mərtəbəsinin foyesini görsədim. Foye, demək, foye deyir, bu otaqdır. Geniş bir qonaq otağı boyda otaqdır. Burada 1, 2, 3, 4, 5, 6 otağımız burada. 3 dənə otağımız aşağıda yerləşir. Birinci mərtəbədə burada sanitar qovşaq irəlidə qədər göstərdim sizə mən. Otaqlarla mən sizə tanışdırdım. Xatırladım ki, burada da ikinci mərtəbədə nə gördünüzsə, bütün hamısı qalmaq şərti ilə evimiz təcili satılır. Bütün otaqlarda kondisioner var. Buraya isə ikinci mərtəbədə yerləşən ikinci yataq otağıdır. Bütün otaq, yəni diyoruz, kondisioner var. Balkon da yetərinizə genişdir. Bax, buradan mən sizə görsədim, çox genişdir.
Yeri də çox super, mükəmməl bir yerdə yerləşir. Buraya isə uşaqlar üçün nəzər tutmuş yataq otağıdır, düzdür. Artıq əşyalar qoyulub orada. Burada solda yenə də əlavə olaq, bina otağımız burada var, iş otağı kimi saxlanılıb. Buraya isə evimizin yataq otağıdır. Belə bir gözəllikdədir, hörmətli xanım izləyicilərimiz. İndi isə mən sizi və burada yenə də belə bir gözəl bir yataq otağımız var. Burada bu yataq otağından balkonla çıxışı, pəncərəsi burada mövcuddur və burada da əlavə olaq, bir dənə də sanitar qovşağı burada var ki, yataq otağına aiddir. Onu da görsədim sizə. Bir daha xatırladım, evimiz təcili satılır. İnşallah ev olmayan insanlar Allah Teala belə gözəl və qismət etsin. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni satışlarla birinci növbədə siz tanış ola biləsiniz. Ətraflı məlumat üçün zəng bərabərsi evimizin sənədləri tam qaydasında, evin o torpağın tam mülkiyyət, birbaşa ipoteka yararlıdır.